Bu müəllimlərə daha yüksək maaş veriləcək söhbət kimlərdən gedir? 2022-26-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin diferensial əmək haqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub. Bu məsələ Milli Məclisin komitə iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb bildirilib ki, növbəti ildə 11 min nəfərə qədər təhsil alanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsi ilə bağlı xərclərin maliyyə təminatı üçün 30,7 milyon manat vəsait proqnozlaşdırılıb.